Salam dostlar, gününüz uğurlu olsun. Ağdamdayam, Başqərvənd kəndinə gəlmişəm. Buradan mən bir dəfə video paylaşmışdım, təzəcə özülləri qazırdılar. Baxın, artıq evlərin təməli atılıb, bir neçə daş qaldırılıb da. Baxın, iş gedir. Gəlmişkən gəldim ki, çəkib sizə göstərim. Salam aleyküm. İşiniz avand olsun. Bu neçə otaqlı evdir? 5 otaqlı. Hə, xeyirli olsun. İnşallah yaxşı, qəşəng tikilsin, qutarsın, sahiblərinə qismət olsun. 5 otaqlı evin tikintisidir. Bu layihələr də o birisi kənddəkilər kimidir? Layihələr o birisi kənddəkilər kimidir? Hamısı yox, bu onlardan qəşəng. Hə, nə gözəl, nə gözəl. Qəşəng gününüz olsun. Yerdən biraz hündürdür. Yerdən hardasa 2 metr hündürlükdən elə bunun ala çox olur. Bunun üstündən baxacaq. Hə, indi bu gördüyümüz elə bil ki, təxminən zirzəmi tiplidir də, evin altıdır. Bəli, bəli. Bunun üstündən ev başlanır. Nə gözəl, nə gözəl. Bundan bir belə hələ betonlanacaq qəşəng. Aha. Ondan sonra ev başlayacaq. Hə, Allah qolunuza qüvvət versin. İşiniz avand olsun. Sağ olun, sağ olun. Bax, sonra gəlib özülündən çəkirəm ki, sonra adamlarda suallar yaranmasın ki, ev çox aşağıdandır, özülü zəifdir. Baxın, görün, 1, 2, 3, 4, 5 daş qarşı tərəfdə sayıram. İndi hələ o qalxacaq da, o birisi ilə bərabərləşəcək, o dayının hördüyü yerdə. 2, 4, 6, 8, 10 daşda demək olar ki, bunun altıdır. Özülünü möhkəm eləyirlər. Qoy, baxaq, görək buralarda nə var. Bugün Ağdam şəhərindən çıxdıq, elə üzüb bəri gəlməyə. Biz bura çatana hər tərəfi duman bastı. Ona görə də belə uzaq məsafə görünmür. Yaxındakı daşlar, özüllər görünür, uzaq məsafə görünmür. Amma xeyli belə içəriyə doğru iş gedir. Görüm, indi onu maşınla götürmək mümkün olsa, maşınla gedə-gedə götürəcəyik. Göstərəcəyik sizə. Burada da bir dənə evdir. O görüm, özüldən başa düşəcəm, bu neçə otaqlıdır. Bunu indi hesablasaq ki, bax, bu böyük otağın yeridir. Bu məntiqlə mətbəxi də hesablasaq 4 otaqlı evdir. Belə başa düşürəm. Xeyli qısa müddət ərzində xeyli iş görülüb burada. Başqərvənd kəndidir. Yadınızdadırsa, Sloveniyanın bu kəndin tikintisində iştirakı ilə bağlı məlumatlar da var idi. Hətta Sloveniya nümayəndələri gəlib baxmışdılar da. Doğrusu detallı məlumatım yoxdur. Amma baş planın hazırlanmasında yəqin ki, birbaşa iştirak eləyiblər. Kəndin layihəsinin hazırlanmasında. Bu da bax, yanındakı ev boydadır.
Salam aleyküm, işiniz avanda olsun. Bu 4 otaqlıdır. Hə, 5. Deməli bu sırada yan-yana olanların hamısı 5'dir. Hamısı 5'dir, eləmi? Hə, mən 4 saydım. Amma o lap balacası da otağıymış deməli. Biri otaqda, o birisi nə düşür onda? Hə. Xeyirli olsun, hamının xoş gününə qismət olsun. Bunun arxası neçə otaqlıdır? Hə, yəni burada da müxtəlif şirkətlər işləyir onda belə. Hə, başa düşdüm, başa düşdüm. Birinci çəkdiyim evdə bir neçə daş aşağıdan hörməyə başlayıblar, amma bunlarda hələ beton tökülüb, hörgü yoxdur. Təəssüf ki, duman bugün mənim işimə mane oldu ki, görmə bucağı daraldı. İndi qoy görək ki, maşınla nəsə çəkməyə çalışacağıq. Bu deyəsən yol. Evlərin arasındakı yol. Deməli bu 1, 2, 3, ən azı 3 otaqlıdır bu. Bax, oradan əgər biz özünün karkasla ölçsək, 1 otaq, 2 otaq, 3, 4 otaq alınır burada. Allah'ın izniyle güzel tikilsin, tamamlansın ve Başkərvən kəndinin sakinləri də gəlib burada öz dədə-baba torpaqlarında yaşamağa başlasınlar. Xeyirli olsun hər kəs üçün.